Hörmətli tamaşaçılar, verilişimizin bu bölümü çox maraqlı bir mövzu əsasında qorulub. Mövzumuz sonsuzluqdur. Düzdür. Bizim ötən verilişlərdə bu problemi açıqlama vermişik. Lakin ümumi yük xüsusilə qadın sonsuzluğunun üzərinə düşüb və studiyamıza gələn çoxsaylı tamaşaçı zəngləri doktor, bu sonsuzluğa yalnız qadınlar mı səbəb olur? Yoxsa bunun bir kişi faktoru da var. Kişi faktoru varsa burada hansı xəstəliklər daha ön plana çıxır? Bax, bu suallarla mütəmadi olaraq tamaşaçılarımız bizim studiyaya zənglər vurur. Və bugün də biz bu problemi açıqlama vermək qərarına gəldik. Təbii ki, bunun üçün bu sahədə uzun illər təcrübəyə malik praktik həkim, Uniklinikanın baş həkimi Qəhrəmanov Məmməd zaman oldu. Məmməd müəllim, studiyamıza xoş gəlmişsiniz. Suallarımız xüsusilə kişi sonsuzluğa, kişi sonsuzluğuna səbəb olan uroloji xəstəliklər, bunların yaranma səbəbləri, faktorlar, biz həkimlər tərəfindən və yaxud xəstələr tərəfindən buraxılan səhvlər, bu səhvlər ucbatından sonsuzluğun uzun illər davam etməsi, hansısa qaranlıq nöqtələrə aydınlıq gəlməmə, hansısa hissələrin, incə hissələrin göz ardına verilməsi barəsində olacaq. Bax, ilkin olaraq istərdim. Kişi sonsuzluğuna səbəb olan uroloji, kişi uroloji problemləri içərisində hansılardır? Ümumiyyətlə, uroloji xəstəliklərdə sonsuzluğa səbəb olan faktorlar çoxdur. Mən bir qısaca məlumat vermək istəyirəm ki, bu sonsuzluqda istər infeksiyon xəstəliklər, istər düzgün yaşam tərzinə riayət edilməməsi, isti vannaların qəbulu, istər oturaq həyatı keçirməsi, anadan gəlmə sidik cinsiyyət orqanlarında anomaliyaların olması və çox faktorlar sonsuzluğun əmələ gəlməsinə səbəb olur. Məhəmməd müəllim, çox üzr istəyirəm. Aydın məsələdir, düz də qeyd edirsiniz. Bu sonsuzluğun səbəbi, amma biz istərdik bugün məhz qazanılmış xəstəliklərdən olan, xüsusilə yetkinlik yaşından sonra, əvvəllər yaşlı nəsil nümayəndələrinə rast gəldi, bugün cavanlaşıb, hər cavan oğlanlarda müxtəlif sayda tez-tez rast gəlinir ki, sonsuzdur, ailə qurub, evlənib, lakin neçə ildir uşağı olmur, apardıq uroloqa, dedilər ki, xaya venalarının varikoz genəlməyi var. Bax, bugün məhz istərdim, bax, bu mövzu ətrafında söhbətimizi quraq. Mən bu sayda yeni bir təcrübə nəticəsində əldə etdiyimiz informasiyanı bildirmək istəyirəm ki, siz düz buyurursunuz ki, bugün sonsuzluq çox cavanlaşıb, cavanlar içərisində çox böyük əksəriyyət təşkil edir. Və bu məlum olur ki, cavanlarda varikoselli olub evlənirlərsə, bunların görürsən ki, həyatda bir uşaq olur. Və birinci uşaqdan sonra ikinci uşaq dünyaya gətirmək mümkün olmur. Bu onu göstərir ki, bu varikosellinin ilk dövründə, cavan yaşında evlənəndə xayada qan dövranının pozulması, spermatogenez prosesinin tam pozulmaması dövrünə gətirib çıxarır. İnsan yaşa dolduqca 22, 23, 24 yaşa çatdıqda, deməli, tam bu xayada venoz qan durğunluğunun nəticəsində spermatogenez prosesinin pozulması gedir. Ona görə belə adamlarda ikinci sonsuzluq deyilir, birincilik yox. Birinci sonsuzluq isə evlənirlər il yarım keçir, 2 il keçir, övladları olmur və sonradan məcbur olub həkimə müraciət edirlər. Varikoselli nəyə görə sonsuzluğa səbəb olur? Bunun əsas səbəblərdən biri, bildiyimiz kimi, deməli, xayalarda, toxum cələndə venoz qanın genişlənməsi nəticəsində venoz qanın depolaşması, xayalıqda və xayada depolaşması olur. Bunun hesabına xayada hərarətin bədən hərarətinə gəlib çatmasına bərabərləşir. Normada xayalarda olan hərarət bədənə nisbətən 1-2 dərəcə aşağı olmalıdır. Bu tarazlaşanda spermatogenez prosesi pozulur. Xayada qan dövranının pozulması eyni zamanda xayada
atrofiyasını, orkopatiya başlayır inkişaf eləməyə. Bu da sonsuzluğa gətirib çıxarır. Bundan başqa kişi xəstəliklə patologiyasında kriptarxizmlərin indi sübut olması, kişilərdə hidroselli deyilən qışalar arasında mayenin yığılması, qasıq yırtıqları indi sübut olur. Cinsi yoluna keçən infeksiyaların prostatitdə törətdiyi fəsadlar, toxum kisəsində törətdiyi fəsadlar, yəni iltihabı proseslər, bunlar da gətirir sonsuzluğa çıxardır. Eyni zamanda bəzi antibiotiklər, dərman preparatlarının işlədilməsi, onlar da gətirir sonsuzluğa çıxardır. Məhəmməd müəllim, bax, o halda başlayaq varikoseli niyə əmələ gəlir? Bax, bunun əmələ gəlməsinin əsas səbəbi nədir? Bax, varikoselinin əmələ gəlməsinin əsas səbəblərindən biri xaya və toxum ciyəsi venalarının klapanları deyilən yollu klapanların pozğunluqları. Yəni, retrograd axının qarşısını ala bilməməsi hesabında qan Geri axır. Geri axır. Amma əsas səbəb ondan ibarətdir ki, biz bilirik ki, böyrək venasında venoz qanın təzyiqi toxum ciyəsi venasının təzyiqindən 12-13 dəfə yüksəkdir. Bu, ona şərait yaradır ki, toxum venasından qan böyrək venasına sərbəst daxil olsun. Amma bu böyrək venasında yolunda patologiyaların meydan çıxması, yəni daralmalar, böyrək ətrafında pi toxumanın çapıqlanması, pedunkulit periuritidin əmələ gəlməsi hesabına damarın sıxılması nəticəsində hipertenziya əmələ gəlir. Və bunun hesabına qan retrograd olaraq aşağı toxum ciyəsi venasına və toxum kanalına axın olur. Bu da o qan durğunluğunu əmələ gətirib çıxarır. Bu da nəticədə sonsuzdur. O zaman bu varikoselinin diaqnostikasında ilkin olaraq o dediyiniz üst problemlər araşdırılmalıdır. Amma bugün əfsuslar olsun ki, sonsuzluqdan əziyyət çəkir, gedir bir həkimin yanına. Xüsusilə də burada səhvə yol verir ümumi cərralar, mən sizə deyim. Bu sahə uroloji sahədir. Urologlar bu incəliyi daha yaxşı bilir. Nə olsun ümumi cərrah ixtisası alıb? Və varikoseli yaranıb, varikoseli əməliyyatda elədik, venaları bağladıq, problem aradan qalxmır. Çünki səbəb yuxarıdadır. Bəli. Bu zaman biz diaqnostikada səhvə yol verdik. Düzdürmü? Bəli. Belə çıxır. Bu halda, bəs elə ola bilərmi ki, xəstədə varikoseli var, lakin bunun spermatogenezində heç bir problem yoxdur, sonsuzluq problemi də yox. Çünki elə fərd var, deyir ki, sonsuzam, getdim həkimə, dedi, səndə varikoseli var, dostu deyir ki, məndə də var varikoseli, 3-5 uşağım var. Bax, bunun səbəbi nədir? Siz çox düz buyurursunuz ki, indi bütün dünya urologları belə bir fikirdədir ki, əgər xəstədə varikoseli varsa, əgər xəstədə spermatogenez prosesi pozulmayıbsa, xəstəni cərrahi müdaxiləyə götürüb əməliyyat etmə ehtiyac yoxdur. Həkim həmin o xəstəni ildə 2 dəfə isti Doppler qrafiyə, yəni ultrasəs müayinəsinin venoz arterial qan dövranının axını müayinə etməlidir, bir də spermoqramı aparmalıdır. Əgər spermoqramada dəyişiklik baş verirsə, onda cərrahi müdaxiləyə müraciət etməyinə ehtiyac qalır. Əks halda ehtiyac yox. Ehtiyac yoxdur. Yaxşı. Bəs tutalım, xəstədə yoxlanıldı, spermatogenezdə problem var. Və cərrah xəstəyə məsləhət gördü ki, əməliyyat olmalısan, səndə varikoseli var. Bəli. Əməliyyat oldu, lakin spermatogenezdə heç bir artma müşahidə edilmədi. Bunun səbəbi nədir? Bu onu göstərir ki, səbəb düzgün araşdırılmır. Ona görə bu spermatogenez prosesinin pozulmasında həkim xəstəni bir xayaların yoxlamasına yox, ümumi yoxlama aparılmalıdır. Siz məndən də yaxşı bilirsiniz ki, idiopatik sonsuzluq var. Uyğunsuzluq, yəni sonsuzluq var, antitel əmələ gəlir qadında və çox-çox səbəblər var. Bunlar araşdırmadan xəstənin varikoseli diaqnozunu qoyub götürüb operasiya elmi olmaz. Xəstə ümumiyyətlə
Varkasıyla törədən səbəblərdən var, məsələn, böyrəyin şişi, böyrəyin kistası, toxum cihaz venasının sıxılması, pötən arxızı patologiyanın hesabına və s. və s. Bunlar hamısı yoxlanılıb, dəqiq diaqnoz qoyulduqdan sonra həkim qərar verməlidir. Aha. Məhəmməd müəllim, deyir, atalarımızın belə bir deyimi var, deyir, yüz eşitməkdən bir görmək yaxşıdır. Çəkiliş qrupumuz sizin klinikada, məhz sizin iştirakınızla əməliyyatdan bir görüntü hazırlayıb. Mən istərdim, elə tamaşaçılarımız da onu izləsinlər, ondan sonra söhbətimizi davam etdirək. Bildiyimiz kimi, deməli, kişilərdə sonsuzluğa səbəb olan faktorlardan biri də toxum cihazı venalarının varkoz genişlənməsidir. Bu vaxtı, deməli, spermogrammada müayinə aparılan patoloji dəyişikliklər aşkara çıxır. Bu patoloji dəyişikliklərin aşkara çıxmasına səbəb xayalarda venoz genişlənmə olan tərəfdə qan durğunluğu olur. Bu da xaya daxilində hərarətin yüksəlməsinə səbəb olur və nəticədə spermogrammada patoloji dəyişikliklər aşkar edilir. Eyni zamanda kişi hormonunun azalması da müşahidə edilir. Bu toxum cihazı venasının genişlənməsinin cərrahi müdaxilə yolu ilə müalicə aparılır. Burada bir neçə cərrahi müdaxilə üsulları var. Bunlar laparoskopikdir, pötən arxasıdır, subingual və inguinal metodlar deyilir. Bu subinguinal metodun o biri metodlardan müsbət cəhəti ondan ibarətdir ki, istər laparoskopiya, istər pötən arxası əməliyyatlarda xarici toxum venalarını bağlama mümkün olmur. Bu da operasiyanın əhəmiyyətini sıfıra yendirir. Ancaq subinguinal metodla əməliyyat aparırdı, çox asanlıqla xarici toxum venalarını aşkar edib, bağlayıb, genişləmə aradan qaldırmaq olur. Subinguinal əməliyyatdan sonra 3-4 ay müddətində spermogrammada müsbət dinamika müşahidə olur. Bəzən də ikinci spermogramma 6 aydan sonra aparılır. Tam müsbət dinamika müşahidə etdikdə xəstəyə heç bir dərman təyinatı verilmir və xəstə kimi siyahıdan çıxarılır. Sol qasıq kanalının xarici dəliyi səviyyəsində çəp köndələn kəsik aparılmışdı. 2 santimetr ölçüdə, həmin 2 santimetr ölçü sahəsində bütün əməliyyat həyata keçirilmişdir. Mən istərdim söhbətimizin sonunda hansı səhvlər buraxılır? Varikoselinin müalicəsində, istər diaqnostikasında hansı səhvlərə yol vermək olmaz? Birincisi, varikosel əməliyyatın edən adam təcrübəli həkim olmalıdır. Əgər toxum daşıyıcı axacağın arteriyasını, xaya arteriyasını zədələyirsə, əməliyyatdan 2-3 həftə sonra xayanın hipertrofiyası, kiçilməsi başlayır. Deməli, xaya funksiyasıdır. Əgər limfa damarlarını zədəlibsə, xaya qışlaları arasında may yığılır, hidroselli əmrə gəlir. Yəni, hidroselli əmrə gəlir. Bu da cərrahi müdaxilənin fəsadıdır. İkincisi, varikosel ilə həkimə müraciət edən xəstə hormonal və bütün sahələrin ekskretor urografiyadan başlayır, hormonal müayinə qədər hamısı aparılmalıdır. Tam diaqnoz qoyulduqdan sonra qərar verilməlidir ki, nə etmək lazımdır. Yarımçıq müayinələr, böyük səhvlərə gətirib çıxar. Sizə ilk növbədə bizi izləyən tamaşaçılarımız, eləcə də öz adımdan minnətdarlığımı bildirirəm, dərin minnətdarlığımı bildirirəm. Sağ olun ki, sizlər varsınız və vaxtınızı ayırıb bizim studiyamıza gəlirsiniz, bu qızıl zamanınızı ayırırsınız və maariflənmək üçün bizə yardım edirsiniz. Və hörmətli tamaşaçılar, əfsuslar olsun ki, verilişimizin bu bölümü artıq sona çatdı.
Mən sonda bir daha studiyamızın qonağını sizə təqdim etmək istərəm. Studiyamızın bugünkü qonağı Uniklinikanın baş həkimi Qəhrəmanov Məmməd Zamanoğludur. Əgər sizdə hər hansı bir uroloji problem varsa, məhz söhbət varikoseldən getdiyi üçün varikoseliyə aid olan demirəm, ümumi uroloji problemə aid nə probleminiz varsa, heç bir tərəddüd etmədən bu sahədə uzun illər praktiki təcrübəyə malik Məmməd müəllimə müraciət edə bilərsiniz və inanın ki, müraciət etməklə sağlamlığınıza qısa zaman ərzində maksimum qovuşmuş olursunuz. Məmməd müəllim, studiyamıza təşrif buyurduğunuzda, bu cür maraqlı söhbətinizə görə bir daha sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun. Hörmətli tamaşaçılar, verilişimizin bu bölümündə
çox maraqlı bir mövzu qoymuşuq. Mövzumuz yuxarı tənəffüs orqanlarının pozğunluqları, yuxarı tənəffüs orqanlarının pozulmasına gətirib çıxardan xəstəliklər, səbəblər, buraxılan səhvlər. Təbii ki, bu mövzunu düşündük ki, bizə ən yaxşı məlumat verə bilər burun-boğaz qulaq cərrahı. Ona görə də studiyamıza bu sahənin həkimini dəvət etmişik. Studiyamızın bugünkü qonağı Uniklinikanın burun-boğaz qulaq cərrahı Qəhrəmanov Qəhrəmandır. Qəhrəman müəllim, studiyamıza xoş gəlmisiniz. Mən bugün sizdən xahiş edirəm, mövzumuzu yalnız buraxılan səhvlər üzərində quraq. Hansı səhvlər buraxılır, bu səhvlər nəyə gətirib çıxardır və bu olmasın deyənə ilkin olaraq nə edək? Bax, ilkin olaraq sizə sualım ondan ibarətdir. Yuxarı tənəffüs orqanlarının, yuxarı tənəffüs probleminin yaranmağına səbəb olan faktorlar hansılardır? Yuxarı tənəffüs orqanları dedikdə burun ətraf civləri, burun-udlaq nəzərdə tutulur. Həqiqətən də yəni çox funksiyalı bir orqan olduğuna görə burun və eyni zamanda belə deyək də xarici atmosfer təsirlərinə daha çox məruz qalan bir qapı olduğuna görə yuxarı tənəffüs orqanlarının xəstəliklərinə əhali arasında çox geniş yayılır və çox rast gəlinir. Bu orqanın anatomiyasını, fiziologiyasını düzgün öyrənmədikdə, ona düzgün qiymət vermədikdə çox tez-tez səhvlər, yəni səhvlər buraxılır. Belə nə səhvlərdir bu səhvlər? Məsələn, tutaq ki, yeni doğulmuş uşaqlarda xüsusən yuxarı tənəffüs orqanının xəstəliklərinə daha tez-tez rast gəlinir. Yeni doğulmuş uşaqlar təsəvvür edin ki, demək olar ki, sağlam doğulmuş bir uşaq başqa bir xəstəliklə demək olar ki, xəstələnmir. Onun yeganə qapısı, yəni atmosferlə, burun vasitəsilə tənəffüsdür, bir də ki, qidalanmasıdır. Qidalanma təbii ki, südlə qidalanan uşaqlara bir başqa problem olmur, ana südü ilə qidalanır. Yalnız və onlar infeksiyanı və demək olar ki, zərərli təsirləri ancaq burun vasitəsilə qəbul edirlər. Uşaqlarda burun tənəffüsünün pozulması ona görə çox kiçik yaşlarından, demək olar ki, bir neçə aylığından bir yaşına qədər yavaş-yavaş yaranmağa başlayır. Ona düzgün qiymət verilmədikdə, təbii ki, o infeksiyalaşma yuxarı tənəffüs orqanlarından yavaş-yavaş tökülür aşağı enən yolla, aşağı tənəffüs yollarına, ciyərlərə və yaxud da ki, onun həzm sistemi pozulur uşaqlarda və uşaqlar çox kiçik yaşlarından həkimlərdə müalicə olunmağa başlayırlar. Amma yaşlı insanlarda yuxarı tənəffüs orqanlarının xəstəliklərinə daha tez-tez rast gəlinir. Bu da ki, yəni müxtəlif məsələn səbəblərdir. Məsələn, tutaq ki, yaşlı adam adenoidlər dediyimiz bəzən görürsən ki, orta yaş və yaxud da ki, lap yaşlaşla, məsələn 45-50 yaşına qədər insanlarda müşahidə olunur. Bizim hər günlük praktikamızda məsələn belə hallar çox olur. Məsələn, şəxsən bugün mənə bir xəstə müraciət edib. Bu xəstə 25 yaşı var, təsəvvür eləyin ki, 25 yaşında bir adam qulaqlarından əziyyət çəkir. Deyir ki, hava soyuqlar olanda mənim qulaqlarımda başlayır qulaqlarım ağrımağa. Özdə bir neçə ildir təkrar olunur bu. Mən həkimə gedirəm, biraz müalicə eləyirlər. Gözləyirəm yayı. Yay gələndə yenə biraz qulaqlarım sakitləşir. Amma baxırsan ki, bu insanda artıq demək olar ki, maddələr mübadiləsi pozulub. Yəni öz yaşına uyğun olmayan çəkisi də artıb belə. Bu nə baş verir? Deməli, bunda birinci biz yoxlamalıyıq, nədən baş verir? Baxırsan ki, qulağın belə götürəndə qulaq pərdəsi yerində müəyyən qədər biraz qalınlaşıb eləyib, ancaq digər tərəfdən müayinə edəndə burun udlağı mən müayinə edirəm, baxıram, görürəm ki, məsələn 25 yaşında adamda 3-cü dərəcəli təsəvvür edin ki, adenoid böyüməsi. Hətta bu uşaq da yox, hardasa bir 8-9 il bundan qabaq buna görə tez-tez boğazı ağrıdığına görə damaq badamcıqları çıxarılıb. Damaq badamcıqları çıxarılıb və bununla bərabər nəsə deyəsən bir adenoektomiya belə bir şey eləmək istəyiblər, ancaq bir adenotomiya olunub deyəsən belədir. Amma fakt yenə o böyük ölçülü adenoid toxuması burun udlağı tutduğuna görə burunla qulaq arasındakı yol, Yevstah borusu gəlib burun udlağı açılır və həmin yeri qapıyır. Həmin yeri qapıyıb və bu insanda tubo-otit deyilən belə bir xəstəlik var, Yevstahit də deyirlər ki. Belə bir xəstəlik havalar soyuqdursa bu həmin dediyimiz o adenoid böyüməsi hər dəfə ölçüləriniz havalar soyuqda böyüdür və infeksiyalaşmış bir orqan olduğuna görə qulağın Yevstah borusunu bağladığına görə və otit əlamətləri müşahidə olunur. Biz çox tez-tez müxtəlif, məsələn, diaqnostik səhvlərə rast gəlirik. Yuxarı tənəffüs yollarının xəstəliklərində, ümumiyyətlə mən öz sahəmdə deyirəm, burun qulaq boğaz xəstəlikləri sahəsində çox tez-tez diaqnostik səhvlərə rast gəlirik. Səhvən qoyulmuş diaqnoz təbii ki, səhv aparılan müalicəyə gətirib çıxardır və səhv aparılmış hər hansı bir müalicə təbii ki, xəstənin həyatı baxasına başa gəlir. Qəhrəman müəllim, bax, ilk olaraq nədən başlayırıq? Xəstənin müayinəsindən.
Bax, sizin elə klinikada müayinəniz barəsində sujet var. Bir onu izləyək, sonra söhbətimiz davam etdirərik. Bugün Respublikamızda otolaringoloji xidmət həddindən artıq yüksəlmişdir. Demək olar ki, əksər klinikalar yüksək səviyyəli deməli, texnologiyaya malik olan kabinetlərlə təsis olunmuşdur. Məsələn, bugünkü gündə otolaringoloji kombaynsız təsəvvür eləmək mümkün deyil. Bunlara daxil olur, təbii ki, mikroskop daxil olur. Bunlara daxil bu kombaynların tərkibində endoskopik müayinə üçün, yəni aparatlar daxil olur. Yəni bugün əgər hər hansı bir demək olar ki, lor kabinetini bu aparatlarsız təsəvvür eləmək mümkün deyil və bunların əsasında da bu yüksək səviyyədə hər bir xəstələrə diaqnoz qoymaq mümkündür. İndi bugün bizim bu cavan oğlan, adı nədir sənin? Kənan bəy. Kənan bəy bizə müraciət edib. Onun valideynlərin dediyinə görə xəstədə biraz tənəffüs çatışmamazlığı var, biraz pis nəfəs alır burnundan, ağzı açıq yatır, biraz da tez-tez soyuq havalarda soyuqluyor, tez-tez öskürür. Bu xəstəni indi biz müayinə eləyək bir dəqiqə, ondan sonra yenə söhbətimizi davam elətdirərik. Təbii ki, burun tənəffüsü pozulduğuna görə Kənan bəydə, ağızla tənəffüs etdiyinə görə boğazında qızartılar var, bir balaca damaq badamcıqları şişkinləşmişdir. Biz indi bu burun tənəffüsünün çətinləşməsinə səbəb olan amili öyrənməkdən ötürü, təbii ki, bugünkü müasir elmə məlum olan burunun endoskopik müayinəsidir. Biz indi rinoskopi elədik, halbuki endoskopik müayinin daha dərinləri biz öyrənəcəyik. Digər, məsələn, orada olan hər hansı bir patologiyana ehtiyac olsa, xəstənin kompüter tomoqrafiya vasitəsilə daha dərindən müayinə eləyəcəyik. Demək, bu endoskopik müayinəsi zamanı burunun, bu optik cihazla burunun boşluğunun daha dərin biz nahiyələrini hansı vizual görə bilmirik, onları görürük. Məsələn, burada sehli qişan daha dərin hissələrdə iltihabı prosesi görünür. Bu xəstədə müəyyən qədər xroniki sinusitə, yəni burun ətrafı ciblərin iltihabı xəstəliyinə şübhələrimiz var. Bununla yanaşı hal-hazırda deməli 3-cü dərəcə böyümüş adenoid belə bir şey var. Yəni bu xəstə bir qədər əvvəl yenə də müalicə almışdı, ancaq onun burnunda olan adenoid toxuması, yəni burnunda olan adenoid toxuması demək olar ki, ölçüləri çox azalmışdı. Demək olar ki, əsasən 3/2 hissəsindən çoxunu burun qudlağını tutduğuna görə tənəffüsünə mane olur. Ona görə belə hallarda bu uşaqlar çox tez-tez xəstələnmiş olurlar. Biz indi digər, yəni sinuslarda olan prosesləri dəqiqləşdirməkdən ötürü xəstəni əlavə kompüter tomoqrafiyasına göndərəcəyik. Kompüter tomografiyası vasitəsilə hansı ciblərdə patologiya olduğunu aşkar edəcəyik və xəstə təbii ki, müalicə olunacaq, tamamilə sağalacaq. Buyurun Qəhrəman müəllim. Təbii ki, xəstə müraciət edəndə xəstə hər tərəfli yoxlanmalıdır. Xəstənin yoxlanması ilk baxışda şikayətlərinə qulaq asmaqdan başlayır və təbii ki, əldə olan vasitələr maksimum dərəcədə, məsələn, tutaq ki, vizual müayinələrdən istifadə olunur. Ondan sonra isə keçirilir, yəni hər bir mənə elə gəlir klinikalarda bu müasir avadanlıqlar var ki, optik cihazlardan istifadə olunur, mikroskoplardan istifadə olunur. Belə hallar çox tez-tez olur ki, xəstə düzgün müayinə olunmur, yarımçıq müayinə olunur və yarımçıq müayinə ilə də əməliyyata götürülür. İnandırım, hər gün məsələn 3-5 xəstə səhv diaqnozla və ya əməliyyata hazırlanır, gəlir üstümüzə, belə deyirsən ki, yox, əməliyyata ehtiyac yoxdur və yaxud da ki, bu cür əməliyyat olunur. Və yaxud da ki, artıq o diaqnozla əməliyyat olunub, fəsadlar yaşayır, təzədən təkrar gəlir bizim üstümüzə. Doktor, elə bax, səhv müalicədən danışmışkən, elə sizin klinikada çəkiliş qrupumuz sizdən sujet hazırladı. Bir onu izləyək, sonra söhbətimiz davam etdirərik. Xəstə bir neçə il bundan qabaq burun çəpərinin əyirliyi diaqnozu ilə xəstə həkimə müraciət etmiş və əməliyyat olunmuşdu. Əməliyyat bitdikdən sonra xəstədə heç bir yaxşılaşma müşahidə olunmamış, əksinə biraz da pisləşmə müşahidə olunmuşdu. Getdizin tənəffüs pozulması xəstəni narahat etmiş, baş ağrıları narahat etmiş, iyi bilmə qabiliyyəti demək olar ki, tamamilə getmiş. Xəstə bizə müraciət edəndə biz ilk olaraq
yəni rinoskopiya elədiyi burun boşluğuna baxdı. Bu zaman məlum oldu ki, burun əməliyyat zamanı və yaxud da ola bilər əməliyyatdan sonraki dövrdə iltihab fonunda ola bilər. Çünki bu çox bir qədər əvvəl olmuş hadisədir. Burun çəpərinin demək olar ki, bir hissəsi dağılıb getmiş olur. Yəni hər iki burun boşluqları arasında böyük bir geniş bir dəlik əmələ gəlmişdi ki, bu perforasiya nəticəsində xəstənin tənəffüsü pozulmaqla yanaşı orada müxtəlif deməli qaysaqların yaranması baş verir. Eyni zamanda o xəstələrdə tənəffüs zamanı fışdırıq səsi eşidilir. Bu həmin xəstələrdə böyük bir diskomfort verir. Aydın məsələdir, cəmiyyət içərisində çox narahatçılıq törədir. Ancaq bizim bu göstərdiyimiz xəstədə bunlarla yanaşı tənəffüs tam demək olar ki, pozulmuş vəziyyətdə idi. Biz bu xəstəni endoskopik müayinə eləyən zaman artıq optik cihazlarla endoskopiya eləyəndə biz müəyyən etdik ki, bu xəstənin burun boşluğunda əlavə polip törəmələri var. Biz xəstəni həmin an kompüter tomoqrafiyaya göndəririk və kompüter tomoqrafiyaya göndərəndə daha başqa şeylər məlum olur. Məlum olur ki, heç xəstənin deməli qığırdaq hissəsində çəpərin əyriliyi düzəldilib, ancaq sümük hissəsində əsasən xəstəyə mane olan əyrilik hansı ki, müşahidə olunur burada sağ tərəfə, demək olar ki, sümük hissəsi toxunulmayıb. Bir tərəfdən tənəffüsün çətinləşməsinə mane olan səbəb budur. Digər tərəfdən isə biraz geriyə getdikcə biz baxırıq ki, deməli bu kompüter tomoqrafiyasına baxırıq ki, xəlbir hüceyrələr, yəni bunun ətrafı ciblərin müəyyən qədər hissəsi polip törəmələri tərəfindən tutulmuş, hətta müəyyən yerlərdə alın cibinə qədər gəlib çatmışdı. Burada istər-istəməz bu xəstəni hər hansı bir digər, məsələn, bir vasitə ilə müalicə etmək mümkün deyil. Burada yeganə bir yol bunun deməli əməliyyatdır. Amma burada əməliyyatın seçilməsi əsas şərtdir. Nə əməliyyatı seçilmək? Əməliyyatı burada artıq xəstəyə düzgün informasiya vermək, onu maarifləndirmək lazımdır ki, sən əməliyyat olunanda eyni zamanda burun çəpərinin əyriliyi aradan qaldırmaq, yenidən əməliyyat olunur. Təbii ki, aradan qaldırmaqla yanaşı mütləq bu burun ətrafı ciblərin polip törəmələri təmizlənməlidir. Bundan sonra burada məsələn tutaq ki, burunun aşağı bu balıq qulaqları deyil, həddindən artıq hipertrofik, yəni iltihab nəticəsində hipertrofik vəziyyətdədir. Onlar istər-istəməz müəyyən qədər ölçüləri azaldılmalıdır. Bunlardan da ən çətini isə bizim bax burada şəkildə gördüyümüz burunda bax belə bir əlaqə yaranıb. Bu sağ burunla sol burun arasında əlaqə yaranıb. Yəni ki, biz buna bayaq dəliyin açılması deyilir də. Yəni bu artıq travmatik dəlik sayılır, süni dəlikdir. Belə bir şey olmamalıdır, tam olmalıydı bura. Təbii ki, bu xəstə bizim tərəfimizdən yəni əməliyyat keçirdi, dünən əməliyyat keçirdi. Əməliyyatın nəticəsi çox uğurlu olub, bir müəyyən qədər əməliyyat uzun çəksə də, ancaq əməliyyatın nəticəsi çox uğurlu olub, xəstənin tənəffüsü tam bərpa olunub, bizim göstərdiyimiz bütün defektlər aradan qaldırılıb, xüsusən də xəstənin bugünkü vəziyyətə gəlib düşməsinə səbəb olan, amil olan poliplərin demək olar ki, hamısı tam mənbəyindən, yəni xəlbir hüceyrələrindən təmizlənmiş olub. Və bugün xəstə artıq demək olar ki, onun burnunun boşluğunda o müəyyən bir günlük saxlanılan tampon da çıxarılıb və xəstə yəni yüksək razılıqla tam yaxşı vəziyyətdə evə yazılıb. Çox sağ olun maraqlı söhbətinizə görə. Çox sağ olun ki, bu qaranlıq məqamları açmaqda bizə köməklik göstərdiniz və tamaşaçılarımızla maariflənməyinə səbəbkar oldunuz. Hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonağını bir daha sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Uniklinikasının qulaq burun boğaz cərrahı Qəhrəman Qəhrəmanovdur. Əgər sizdə hər hansı bir qulaq burun boğaza aid problem varsa, səhvə yol verməmək istəyirsinizsə, atacağınız addımı düz atmaq istəyirsinizsə, lap tutalım həkiminiz də başqa bir klinikada, ən azından diaqnozunuzu dəqiqləşdirə bilərsiniz. Ondan sonra seçim sizə qalır. Qəhrəman müəllimə müraciət edə bilərsiniz. Qəhrəman müəllim, studiyamıza təşrif buyurduğunuz və bu cür maraqlı söhbətinizə görə sizi bizi izləyən minlərlə tamaşaçılarımız adından, eləcə də öz adımdan minnətdarlığımı bildirirəm. Çox sağ olun, mən də sizə təşəkkür edirəm, mənə imkan yaratdığınız üçün. Sağ olun.
Hörmətli tamaşaçılar, verilişimizin bu bölümündə çox maraqlı bir mövzuya toxunmaq istəyirik. Mövzumuz travmatologiya, ortopediya həsr olunub. Travmatologiyada xüsusilə uzun illər müalicəsiz qalıb, lakin son 10 illiklərdə deyim və daha da getdikcə təkmilləşən metodlar barəsində sizə söhbət açmaq istəyirik. Söhbətimiz diz, bud çanaq oynaqlarının sonda gətirib protezləşməsinə çıxarılan xəstəliklər, bunların vaxtında müalicəsi, diaqnostikası və lazımi tədbirlərin vaxtında görülməsi barəsində olacaq. Təbii ki, studiyamıza bu barədə sizə daha ətraflı informasiya vermək üçün qonaq dəvət etmişik. Bugünkü qonağımız Uniklinikanın həkim travmatoloq ortopedi Ayaz Hümmətovdur. Ayaz doktor, studiyamıza xoş gəlmişsiniz. Sağ olun. Ayaz doktor, mən istərdim, bax, birbaşa cərrahiyə keçməyək, amma hansı xəstəliklər, hansı problemlər sonda gətirib bu problemlərə çıxarda bilər? Bax, bu barədə nə deyə bilərsiniz? O məsələnin qoyuluşu tamamilə doğrudur. Belə deyək də, bugün bir sıra xəstəliklər var və xəstəliklər əksəriyyəti davam edir. Yəni, bugün çox az xəstəlik var ki, bir müalicə ilə tamamilə sağaldı, nöqtə qoyuldu anlamına gəlir. Əksər xəstəliklər xronikidir və davam edir, bəzən illər boyu, bəzən ömrü boyu davam edən xəstəliklərdir. O cümlədən oynaq xəstəlikləri də bu qrupdan aid. Yəni, oynaq xəstəliklərində kobud olaraq iki yerə böləndə bir degenerativ, yəni qığırdağın iltihabsız yeyilməsi baş verən bir xəstəlik, osteoartrozlar. İkinci bir qrup artritlər qrupasına ümumilikdə bölünmək olar. Amma hər ikisi xroniki davam edən bir xəstəlikdir. Hər ikisi nəticə etibarilə sonda endoprotezə gətirib çıxarır. Amma bugün həm də müxtəlif vasitələrlə onun qarşısını almağa çalışılır və hazırda bəzi üsullar var ki, onlar bəzi insanlarda erkən mərhələlərdə o prosesin qarşısını almaq mümkündür və yaxud o dövrü uzatmaq mümkündür. Yəni ki, bu xəstəliyi tutaq ki, artroz və yaxud oynaqda gedən dəyişiklik, aqressiv destruksiya başladısa, bu müalicələrlə 1 ilə gedən prosesi müalicələrlə 10 ilə, 15 ilə, 20 ilə uzatmaq mümkündür. Bu da təbii ki, həm xəstənin komfort, öz oynağının davamlı olmasına və prosesin səngiməsinə gətirib çıxarır. Ona görə də təbii ki, hər oynağı ağrıyan qaçıb əməliyyat yaxud endoprotez qoyulması düzgün də deyil və ehtiyac da yoxdur. Yəni, bunun erkən mərhələlərdə təbii ki, başlayır. Bu dönəmdə müxtəlif üsullar var, yəni konservativ müalicələr, dərman vasitələri, fizioterapiya var, oynaq daxili hialuron asid tərkibli yəni gellər deyilir el arasında, onlardan vurulması var ki, yəni bunlar müəyyən bir dövr xəstəliklərdə erkən mərhələlərdə artrozun qarşısını almağa yönələn bir prosedurdur. Eyni zamanda insanın həyat tərzində bir dəyişiklik, çəki faktoru, əzələlərin gücləndirilməsi və bunların həyat tərzinin bir növ dəyişilməsi, müəyyən iş qrupası var ki, biz onları eləyirik, müəyyən idmanlar tövsiyə eləyirik, daimi mütəmadi və bunlar insanın həyatını yaxşılaşdırır, rahatlayır. Bəzən olur ki, heç ömrü boyu ehtiyac olmur bu əməliyyatlara. Yəni, bu proses hamıda eyni getmir, yəni standart deyil və bu proses müəyyən hallarda dayana bilir və yaxud çox ləng gedir ki, bu da bu prosesin gedəcək insanın ömrünə qədər kifayət edir. Yəni, bu mümkündür. Bununla yanaşı artritlər qrupası var, o da həmçinin, yəni bugün artıq bioloji müalicə üsulları var, xüsusi dərmanlardır ki, onlar bu prosesin qarşısını almağa yönələn, yəni patogenetik müalicə olduqca yönəlir və eyni zamanda oynaqda gedən destruksiyanın qarşısını almağa çalışır. Təbii ki, hamıda bu mümkün deyil. Amma bu artıq davam edirsə, yəni xəstələri narahat edirsə və digər konservativ müalicələr effektsizdirsə, təbii ki, bunda əməliyyat qaçılmazdır. Çünki bugün insanlar normal həyat yaşamağa və eyni zamanda həyat keyfiyyətini yüksəldir. Yəni, hamı rahat, ağrısız yaşamaqdan istəyir. Ayaz doktor, hansı hallarda, xəstəliyin hansı şiddətlik dərəcəsində mi deyim, ağırlıq dərəcəsində mi deyim, xəstənin yaş həddində mi deyim, artıq heç həkim məsləhəti lazım deyil, xəstə sadəcə bilsin ki, bunun yolu cərrahiyyədir və yaxud bunun yolu o gel vurmaqdır dizə, bunun yolu konservativ müalicədir ki, heç olmasa çaşqınlığa düşməz. Yəni, belə deyək, cərrahiyyənin qərar verməsi xəstə özü qərar verə bilməz. Təbii ki, həkim qərar verəcək, amma konservativ müalicə, yəni əgər müalicədən xəstə nəticə görmürsə, o təbii ki, əməliyyata gedəcək. Amma hansı durumda və təbii ki, burada yenə yoxlanacaq. Bu bir
çox diqqət tələb edən məsələdir. Bəzən olur, çox yüngül bir dəyişikliklər var, amma ağrılar davam eləyir. Bu halda təbii ki, həkim qərar verəcək, amma uzun müddətli müalicə və effekt vermirsə və qığırdaq, yəni orada rengenoloji dəyişiklik və xəstənin ağrısı çox böyük önəm daşıyır. Bəzən olur ki, rengenolojiyada çox kobud bir dəyişiklik var, amma xəstənin heç bir ağrısı yoxdur. Və yaxud displastik koksartrozlar var. Biz, misal üçün, 20 yaşında gözümüzün qabağında bir anadan gəlmə displasiya və yaxud displastik koksartroz var, hələ erkən başlayıb. Biz bilirik ki, bu əməliyyata gedəcək, amma hələ əməliyyat ona təklif eləmirik. Məsələn, konservativ müalicə, üzməyini və s. təkliflər eləyirik, müalicələrlə davam eləsin. Nə zamana ki, biz ona başa salırıq. Nə zaman ki, sizin ağrılar artıq şiddətli olacaq, sizin ağrılar artıq dərman müalicəsindən keçməyəcək, o zaman əməliyyat. Amma bir dövr, misal üçün 10 il, 5 il, 7 il, 15 il insandan asılı olaraq davam edə bilər bu dövr. Yəni, hər ağrıyana əməliyyat demirik. O ikinci qaldı, oynağa gel vurulması mütləq erkən mərhələlərdə vurulur. Yəni, diz oynağında artıq qığırdaq yeyilibsə, tamamilə sümüyün üzərinə oturubsa, çökübsə, kontraktura varsa, belə hallarda gel vurmağın da heç bir əhəmiyyəti yoxdur. Konservativ müalicələrin də əhəmiyyəti olmayacaq. Yəni, bu xəstələrə başa sarıq ki, təbii ki, bunlardır. Amma burada xəstəliyin mərhələsi önəmlidir. Yəni, ikinci mərhələ, yəni erkən mərhələlər mütləq konservativdir. Yəni, burada total endoprotez və cərrahiyyədən söhbət getmir. Hər iki halda istər bu diz. Amma 3-4-cü mərhələlərdə artıq bu xəstələr özü hiss edir. Çünki bu xəstəlik bir gündə əmələ gəlmir. Bir gündə xəstələnib 4-cü mərhələyə gəlib çatmır. Bu 4-cü mərhələyə gəlməsi üçün, yəni əməliyyata gəlməsi üçün bu xəstə illərini görür. Xəstə əvvəl ilk erkənin, yəni klinik simptomatikalar baş verir. Yəni, xəstə deyir ki, mən artıq çox gəzəndə ağrımağa başladım, pilləkəndə qalxıb düşəndə ağrıdım. Yəni, fiziki yükləmədə ilk öncə ağrılarını hiss eləyir. Ondan sonra sakitçilikdə keçir. Müəyyən dövrdən sonra, misal 3 ay, 5 ay, 1 ildən sonra bunun bir addım daha irəli gəldiyini, artıq biraz əvvəl 1 kilometr yol gəzəndə ağrıyırdısa, indi sonra 500 metr gəzəndə ağrılar başlayır. Əvvəl 2 mərtəbəyə rahat qalxırdısa, indi artıq 1-ə gücünə qalxır. Yəni, hər dəfə bu proses yaxınlaşır. Artıq elə bir dövr gəlir ki, xəstə ayağa durub bir ilk addımlarını atanda belə artıq o ağrıları hiss edir. O halda təbii ki, və bu dövrlərin hamısı konservativ müalicəlikdir. Artıq bəzən də bu proses davam edir, diz oynağında, bu çanaq oynağında kontrakturlar əmələ gəlir. Yəni, elə situasiyalar gəlir ki, xəstə oturmaqda, yəni bir tualetini eləməkdə və yaxud yatağa qalxıb durmaqda çox əziyyət çəkir. Düz ayaq əyilməyə başlayır, dizlər varus deformasiya, yəni ayaqlar əyilməyə başlayır. Ondan sonra bu çanaqda ayaq bayıra gedir, yəni kontrakturalar meydana çıxır. Yəni, təbii ki, bu dövrü də gözləmək düzgün deyil. Çünki artıq bir dönəm var. Çünki əgər bu çanaq oynağında tamamilə çox geri dönməz, təbii ki, prosesdə gedir, ağrıya dözüb, dərmanlarla eləyib, həddindən artıq tam bayır rotasiyası, yəni ayağın dönməsi bir kontraktura əmələ gəlirsə, bunun əməliyyatdan sonraki bərpası, reabilitasiyası da daha çətin, xəstə üçün biraz ağır gedir. Amma nəinki qığırdaq yeyilir və müalicəyə tabi olmur, erkən dövrdə əməliyyat olub, endoprotezini qoyulursa, o daha effektiv, daha tez reabilitasiya olunan bir prosesdir və bu hallarda xəstə də əməliyyatdan sonra daha rahat gəzir və daha erkən reabilitasiya olunur. Yəni, o tamamilə axır məqamı da gözləmək doğru deyil. Ona görə də müalicə effekt vermirsə və rengenoloji olaraq dəyişikliklər varsa, burada təbii ki, endoprotez onun seçim yolu olaraq qalır. Bax, Əziz doktor, sizə gəlib çıxan xəstələrin əksəriyyəti yaşlanmış xəstələrdir və yaşlı xəstə varsa, əksəriyyətində bir yanaşı xəstəlik də var. Şəkərli diabet mi olsun, hipertoniya mı olsun, ürək-damar sistemində bir, sinir sistemində bir işemik xəstəlik mi olsun və s. ilaxıra. Və bir çox insanlar məhz əməliyyatın ağırlığını eşidib. Çünki qısa əməliyyat deyil, uzun süre əməliyyatdır, ağır əməliyyatdır və bu yanaşı xəstəlikləri ucbatından bu əməliyyata getməkdən çəkinirlər. Və eybi yox, mən qoy pasteldə əziyyət çəkim, amma əməliyyata getməyim. Əməliyyatdan qorxmaq lazımdırmı? Lazımdırsa hansı hallarda lazımdır? Yəni bunu bax bizim tamaşaçılarımız izləsinlər, bilsinlər. Bir yaş məsələsindən toxunaq. Yaş təbiidir ki, məsələn bu çanaq oynağının artrozları, diz oynağının artrozları bir mənalı olaraq əsasən 40 yaşından sonra olur. Amma displastik, yəni anadan gəlmə displaziyası olan xəstələr ki var, bunlar hətta 30, 25, 28 yaşlarında belə mümkündür və bu yaşlarda belə əməliyyat elədiyimiz xəstələr kifayət qədər çoxdur. Və yaxud artritli xəstələr, bu yaşla bağlı deyil, iltihablı xəstəliklər hər yaşda, hətta
juvenil, yəni uşaq yaşlarından belə ola bilən bir xəstəlikdir. Təbii uşaq yaşlarında 18-20-yə qədər protez qoymağı heç vaxt tövsiyə eləmirik, amma 20-dən sonraki 22-24 yaşlarında belə artritlərlə və yaxud Bexterov xəstəliklərlə olan xəstələr var ki, artıq hərəkəti məhduddur, yataqda qalır. Mümkünsüzdür, bu adam özü razılaşır, xahiş edir və biz bu yaşlarda da əməliyyat eləmişik, eləyirik də, yəni Bexterov, yenə deyirəm, artritlər və Bexterov gənc yaşlarda 20, 25, 30 yaşlarda da olunur. Displastik koksartrozlar həmçinin yəni 25, 28, 30, 40 yaşlarında belə olunur. Amma idiopatik artrozlar və yaxud da digər mübadilə prosesi pozulması nəticəsində inkişaf edən artrozlar isə təbii ki 40-dan 50-dən sonraki yaşlardır. Eyni zamanda və bu dövr somatik xəstəliklər dedik, yəni şəkər və s. Onlardan qorxmaq lazım deyil. Təbii ki, bu xəstəyə əməliyyata gedən xəstə yoxlanılır. Bir sistem olaraq somatik xəstəliklər yoxlanır. Əgər əməliyyata əks göstəriş olacaq halda heç kəsə bunu əməliyyat eləməz. Bu birinci tərəf. İkinci, yaş öz sözünü deyir təbii də, amma hər yaşda əməliyyat mümkündür. Yəni 94 yaşda belə əməliyyat elədiyimiz xəstə var. Təbii ki, ikinci bir tərəf, yəni bu koksartroz ağrı ilə dözən xəstələr var. Bir də endoprotezlərin böyük bir qismi gedir bud çanağı endoprotezlərinin bud boynunun qırıqlarında, sınıqlarında. Bud boynunun sınıqları biz həkimi bilirik ki, artıq yaşlı adamlarda əsasən baş verir, 60-dan yuxarı yanan bud boynu sınıqları demək olar ki, bitmir. Bu xəstələr siz ilk başlayanda çox gözəl qeyd elədiniz. Bu xəstələr Sovet dönəmində, yəni daha əvvəlki illərdə yataq rejiminə məhkum olub, yataq yarasından, durğunluq pnevmayasından tələf olan, rəhmətə gedən xəstələr idi. O dövr demək olar ki, amma bu gün o mümkündür, nə mümkündür? Yəni endoprotez qoyulur, bud boynu sındı, əməliyyat olunur. Bir gündən sonra xəstə ayağa qalxır və ayağını basaraq gəzir, yük verərək gəzir. Çünki yaşlı adamlarda biz əksərən sementli protezlər istifadə edirik. Sementli protezlərə isə tam çəki yükünü vermək mümkündür əməliyyatdan bir gün sonra və belə hallarda xəstə əməliyyatdan bir gün sonra ayağını basıb gəzir. Xəstə gəzir, yıxılır, bud boynu sınır, parotik sınıqdır, əməliyyat olunur, bir gün sonra gəzməyə başlayır, yataqda qalmır. Yəni bu mümkündür, hər yaşda mümkündür. Bu ədətin 60-dan sonra olan bir xəstələrə təsadüf edir. İkinci qrup siz dediyiniz yəni idiopatik artrozlardır ki, o təbii o da bir 50-dən sonra baş verənlər və bunlar da heç bir yəni şəkər mi var, zob mu var, nə bilim digər ürək problemi var və bunlardan qorxmaq lazım deyil. Və bunlar əməliyyata əks göstəriş bir şərait yaratmır. Yalnız yəni dekompensasiya olunları, yəni ürək çatmamazlıqları filanlar ki, təbii ki, həkim onları əməliyyata götürmür. Yəni onlar artıq onsuz da çox ağır xəstə olur. Amma şəkər olmaz, subkompensasiya olan xəstələr var. Yəni xəstələrimiz var ki, bypass əməliyyatı, ürək əməliyyatı keçirib dəfələrlə, infarkt keçirmiş xəstələr, yəni stentlər qoyulmuş xəstələr var. Təbii bu yaşla bağlı gedən dəyişikliklər, aterosklerotik dəyişikliklər və o fonda gedən problemlərdir və o cür müalicə alıb yanaşı oynaq xəstəlikləri var, artrozu var və bu hallarda da biz endoprotez qoya bilirik və çəkinmədən və əməliyyatdan sonra da xəstələr sağalır və rahat gəzir, öz həyatına, normal həyat tərzinə qayıtır. Amma ikinci bir tərəf var, yəni somatik xəstəliyi var, ürək xəstəliyi var, şəkəri var, təzyiq var. Eyni zamanda da keçməyən daimi oynaq ağrısı var. Hər hansı hərəkətdə ağrı var, gecə ağrıları var. Yəni bu ağrı faktoru ki var, oynaq ağrıları, daimi oynaq ağrıları bu somatik xəstəlikləri daha gücləndirir, müalicə olmağa qoymur, təzyiqi heç vaxt düşməyə qoymur və nəticədə xəstəni daha tez belə deyək də dünyasını dəyişməyə səbəb olur. Yəni bu digər şəkər və təzyiq və digər xəstəliklər daha güclənməsinə səbəb olur. Amma ağrı aradan qalxandan sonra onların müalicəsi daha rahat olur. Onlar o xəstəliklər, somatik xəstəliklər sağalmağa və bir stabil dönəmə gəlməyə Faktor aradan götürülür. Bəli, faktorlardan biri aradan qaldırılır. Çox sağ olun Ayaz doktor, çox sağ olun maraqlı söhbətinizə görə. Çox sağ olun ki, zaman ayırıb bizim studiyamıza təşrif buyurdunuz. Siz sağ olun, dəvət elədiyiniz üçün təşəkkür edirik ki, bu məlumatları, yəni maariflənməyi siz təşkil edirsiniz. Bunun üçün sizə minnətdaram, təşəkkür edirik. Sağ olun. Və söhbətimiz sona çatdı, hörmətli tamaşaçılar. Sonda bir daha studiyamızın qonağını sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Uniklinikasının həkim travmatoloq ortopedi Ayaz Hümbətovdur. Doktor, studiyamıza təşrif buyurduğunuzda bu cür maraqlı söhbətlərlə tamaşaçılarımızı maarifləndirdiyinizə görə sizə minnətdarlıq bildirirəm. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm.
Hörmətli tamaşaçılar, verilişimizin bu bölümü çox maraqlı bir mövzu əsasında qorulub. Mövzumuz sonsuzluqdur. Düzdür. Bizim ötən verilişlərdə bu problemi açıqlama vermişik. Lakin ümumi yük xüsusilə qadın sonsuzluğunun üzərinə düşüb və studiyamıza gələn çoxsaylı tamaşaçı zəngləri doktor, bu sonsuzluğa yalnız qadınlar mı səbəb olur? Yoxsa bunun bir kişi faktoru da var. Kişi faktoru varsa burada hansı xəstəliklər daha ön plana çıxır? Bax, bu suallarla mütəmadi olaraq tamaşaçılarımız bizim studiyaya zənglər vurur. Və bugün də biz bu problemi açıqlama vermək qərarına gəldik. Təbii ki, bunun üçün bu sahədə uzun illər təcrübəyə malik praktik həkim, Uniklinikanın baş həkimi Qəhrəmanov Məmməd zaman oldu. Məmməd müəllim, studiyamıza xoş gəlmişsiniz. Sağ olun. Suallarımız xüsusilə kişi sonsuzluğa, kişi sonsuzluğuna səbəb olan uroloji xəstəliklər, bunların yaranma səbəbləri, faktorlar, biz həkimlər tərəfindən və yaxud xəstələr tərəfindən buraxılan səhvlər, bu səhvlər ucbatından sonsuzluğun uzun illər davam etməsi, hansısa qaranlıq nöqtələrə aydınlıq gəlməmə, hansısa hissələrin, incə hissələrin göz ardına verilməsi barəsində olacaq. Bax, ilkin olaraq istərdim. Kişi sonsuzluğuna səbəb olan uroloji, kişi uroloji problemləri içərisində hansılardır? Ümumiyyətlə, uroloji xəstəliklərdə sonsuzluğa səbəb olan faktorlar çoxdur. Mən bir qısaca məlumat vermək istəyirəm ki, bu sonsuzluqda istər infeksiyon xəstəliklər, istər düzgün yaşam tərzinə riayət edilməməsi, isti vannaların qəbulu, istər oturaq həyatı keçirməsi, anadan gəlmə sidik cinsiyyət orqanlarında anomaliyaların olması və çox faktorlar sonsuzluğun əmələ gəlməsinə səbəb olur. Məhəmməd müəllim, çox üzr istəyirəm. Aydın məsələdir, düz də qeyd edirsiniz. Bu sonsuzluğun səbəbi, amma biz istərdik bugün məhz qazanılmış xəstəliklərdən olan, xüsusilə yetkinlik yaşından sonra, əvvəllər yaşlı nəsil nümayəndələrinə rast gəldi, bugün cavanlaşıb, hər cavan oğlanlarda müxtəlif sayda tez-tez rast gəlinir ki, sonsuzdur, ailə qurub, evlənib, lakin neçə ildir uşağı olmur, apardıq uroloqa, dedilər ki, xaya venalarının varikoz genəlməyi var. Bax, bugün məhz istərdim, bax, bu mövzu ətrafında söhbətimizi quraq. Mən bu sayədə yeni bir təcrübə nəticəsində əldə etdiyimiz informasiyanı bildirmək istəyirəm ki, siz düz buyurursunuz ki, bugün sonsuzluq çox cavanlaşıb, cavanlar içərisində çox böyük əksəriyyət təşkil edir. Və bu məlum olur ki, cavanlarda varikoselli olub evlənirlərsə, bunların görürsən ki, həyatda bir uşaq olur. Və birinci uşaqdan sonra ikinci uşaq dünyaya gətirmək mümkün olmur. Bu onu göstərir ki, bu varikosellin ilk dövründə, cavan yaşında evlənəndə xayada qan dövranının pozulması, spermatogenez prosesinin tam pozulmaması dövrünə gətirib çıxarır. İnsan yaşa dolduqca 22, 23, 24 yaşa çatdıqda, deməli, tam bu xayada venoz qan durğunluğunun nəticəsində spermatogenez prosesinin pozulması gedir. Ona görə belə adamlarda ikinci sonsuzluq deyilir, birincilik yox. Birinci sonsuzluq isə evlənirlər il yarım keçir, 2 il keçir, övladları olmur və sonradan məcbur olub həkimə müraciət edirlər. Varikoselli nəyə görə sonsuzluğa səbəb olur? Bunun əsas səbəblərdən biri, bildiyimiz kimi, deməli, xayalarda, toxum cələndə venoz qanın genişlənməsi nəticəsində venoz qanın depolaşması xayalıqda və